Salam, hər vaxtınız xeyir olsun. Sualda qeyd edilir ki, 20-ci əsrin əvvəllərində İngiltərə tarixinə aiddir. Sənaye çevrilişinin başlatılması. Xeyr, sənaye çevrilişi bu dövrdə artıq başa çatmışdı. 19-cu əsrin əvvəllərində Misirin işğal edilməsi. Yəni, Misir 19-cu əsrin 80-ci illərdə işğal olundu. Bu da yanlışdır. Fransanın mərkəzlikdə ağalığını tanıdı. Bəli, bu Antantaya imzalanan müqavilə, Antantaya aid olan müqavilədə trestlər haqqında qanunun qəbul edilməsi ABŞ-a aiddir. Cənubi Afrikanın dominion hüququnu verilməsi bu 1910-cu ilə aiddir. 10-cu il olduğu üçün 20-ci əsrin əvvəllərinə düşür. Deməli, sualın doğru cavabı olur 3 və 5. Digər sualda Gəncə xanlıq üçün xarakterikdir. Qarabağ xanlığından asılılığı qəbul etmişdir. Doğrudur. Qarabağdan asılılığı qəbul edib Pənahəli xan dövründə İbrahim Xəlil xanda da vardı. Zəngəzurdan Araz çayına qədər. Bu Naxçıvan xanlığıdır. Ərazisini Şahbulaq qalası inşa edilmiş. Şahbulaq Qarabağda idi. Osmanlı dövləti ilə diplomatik əlaqələr qurmuşdu, bəli. 1752-ci ildə ərazisində iki hakimiyyətliyi mövcud olub, bəli. 1780-ci ildə iki hakimiyyətliyi 1783-cü ilə qədər mövcud olmuşdu. Çünki 2-ci İrakli və İbrahim Xəlil xan bura hücum edəndən sonra burada iki hakimiyyətlik mövcud olmuşdur. Ona görə də burada sualda 1, 4, 5 uyğun cavab olacaqdır. Diqqətiniz üçün təşəkkür ederim.